dostlar, Məşbər birisi yenə qarşınızdayım. Bu açılışı da day dəyişdirmək lazım deyə. Eşitdiniz? Day dəyişdirmək lazım. Niyə day dedim? Çünki artıq bundan sonra şübhəniz olmasın. Gördüğünüz üzere bu arayüz telefonun Roblox arayüzüne benzermi? Benzemir. Çünkü bu bir kompüter arayüzü. Bəli, bundan sonra kompüterdən videolar gəlməyə devam edəcək. Və mənim sizə deməm gereken var. Çox video çəkmirdim. Niyə? Hesabım çalınmışdı. Adım falan Jenna olmuştu. İstəyirsinizsə buradakı alttaki bu adamın yani Cafer'in yorumlarından soruşarsınız. Altta kanal sabitleyeceğim. Özünden de isterseniz soruşarsınız. Hesabım çalındığını oradan bilebilirsiniz ki benim ilk videomda 4'ten çok dostluğum var idi. Hesabıma giren adam Robux'unu xərcləyib 8 Robux'um var idi. Deyəsən keçən videoda Robux'umu görmüşdünüz. Olub 5 Robux. Ne alıp 3 Robux'la 3 Robux idi. Beynim getdi. Şöyle 3 Robux. Hatta beynim getdi. 3 Robux'la ne alıp karakterimin hamısını sıfırlamışdı. Bəli, sıfırlamışdı. Onun yerine özde görürsünüzsə bu alttaki barı altta belə bir bar var. Onu çıxardacağam. 2024'ten beri bu arayüzü görmemişim. Bakın bu karakterimde. Bəli. Ondan sonra özelleştirdik. Başlayayım biraz hastayım. Tamam anladım. Gördüğünüz üzere bir dakika açılsın. Bir dakika benim niye askım yoktu? Abi o yine sırası, yine şey deyirlər. Askını düzəldi. Bakın bunu almıştı. Ne bilirsiniz? Bütün karakterlerimi özelleştirdeki karakterlerimin hamısını silmişti. Bunu üstümde ne varsa bu karakteri sıfırlamıştı. Ağappaq eləmişdi ya da nap narıncı eləmişdi deyəsən, bir dənə ortada sadəcə ağ köynək var idi tam burada. Buralar falan nap narıncı idi. Başımda da heç nə yox idi, nap narıncı idi. Burada isə bir dənə hacker üzü üçün bir dənə şey var idi. Buna da pulsuz qazanmışam. Bəli, alimdə oralar keçməyəm. Bunu da qazanmışam. Burada bu kısım var kvadrat kısım. Ora bu kıyafeti giymişti. Bəli, bu kıyafeti giyinək tam belə görünürdü karakter. Bunlar falan nap narıncıydı. Heç nəyim yox idi. Üstümdəkiler onları silsək. Bu ortada sadece o var idi. Yani Cool Kit'te bilmeyenler için Roblox'un ilk hackerlarından biridir. Özünde Cool Kit kimi göster. Adımı HP433YT'den Jenna'sı çevirmişti. Bəli. Dostluğumdakı hamını silmişti. Oyunlara falan gördüm. Bu adam var YT Zafer. İngilizce savaş alanlarına girdi ya sırası yine. Onun kanalına da sabitleyeceğim. Yani deyirəm, haydi. O mənə xəbər verdi ki, ciddiyən hesabın çalınır. Özü sırası onun mənim hesabıma girə bilir. Hesabıma girəndə görüb onu hesabıma tez giribmiş. Oradan sırası tez Roblox xəbərlərinə bildiribmiş. Roblox xəbərlərdə elə ki Roblox'a bildirmişdi. İngilizce savaş alanları budur, TSB. Roblox'a bildirib sırası. Oradan da Roblox mənim hesabımı düzəldib. Yəni niyə hesabım çalınıb onu da bilmirəm. Kim çalıb onu da bilmirəm. Çalanı bilsəydi onu gerçək həyatda belə eləyərdim ki. Bəli, bu oyunlar bundan sonra bu kompüterdə çəkiləcək. Yəni bundan sonra bu o deməkdir ki, bundan sonra canlı yayında çəkiləcək. Həm də istədiyimiz oyunları belə arayüzlə bir yerdə özümüz seçə biləcəyik. Bəli. Gördüyünüz üzere OBS'də açıram yəni
yayınları falan OBS'den açacağım. Yəni kaliteli olması lazımdır. Windows 10 olduğu üçün rahat oynaya biləcəm. Belə idi. Biraz kısa oldu başlayan, amma həm mənim hələ də olduğunun xəbərdarlığı, həm də artıq kompüterdən çəkəcəyimizin xəbərdarlığıdır, həm də mənim hesabımın çalındığının xəbərdarlığıdır, həm də dostumun nətər hesabımı qurtardığından yəni xatırlatmasıdır, deyişimdir. Bu video belə idi. Yenə deyirəm, başlayayım, qısa oldu bu video. Kanalıma abone olmayı, like atmayı yaddan çıxartmayın. Bundan sonra da sık görüşəcəyik. Bundan sonra daha kaliteli videolar görməyi umuram. Bye bye.